Gürcüstan Daxili İşlər Nazirliyi oğru aləmi ilə əlaqəli Laqadexi, Tbilisi, Kaxeti, Msxeti, Mityaneti və digər regionlarda xüsusi əməliyyat keçirib. Xüsusi əməliyyat zamanı ümumilikdə 34 nəfər saxlanılıb. Polisin keçirdiyi əməliyyatlardan biri Laqadexi bələdiyyəsinin Qabal kəndində baş tutub. Bu zaman saxlanılan şəxslərdən biri 1973-cü il təvəllüdlü Mirzə Əliyev hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərib. O xüsusi təyinatlara doğru intensiv atəş açıb. Nəticədə bir xüsusi təyinatlı əməkdaş sinə nahiyəsindən ağır yaralanıb. Polis cavab atəşi nəticəsində Mirzə Əliyevi zərərsizləşdirib. Eyni kompleks tədbirlər çərçivəsində keçirilən əməliyyat zamanı Tbilisi polisi David Mikadzeni və David Çubinidzeni də həbs edib. Araşdırmada müəyyən edilib ki, 2021-ci ilin sentyabrında David Çubinidze və David Mikadze əvvəlcədən əlbiri olaraq Vaxtan Kobilaşvilinin adına qeydiyyatda olan 5 odlu silaha sahib çıxıblar. Onlardan biri silahları qeyri-qanuni şəkildə üçüncü şəxslərə satıb. Hazırda həmin cinayət işi üzrə David Çubinidze ittiham olunan şəxs qismində tutulub. Mikadze isə barəsində ittiham onun iştirakı olmadan elan olunub. Saxlanılan şəxslər barəsində başlanmış cinayət işi 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.